Ümumiyyətlə, MBA dərslərində mövzular təməl və ya fundamental biliklər üzərinə deyil, əsasən iş dünyasının tələb elədiyi səriştələr üzərinə formalaşır və tələbələr də bunun nəticəsində bilik almaqla yanaşı, eyni zamanda da düşüncə tərzi, strateji düşüncənin formalaşdırılır. Və bu proqramda dərs deyən müəllimlərin də böyük əksəriyyəti istər özəl, istər dövlət sektorunda çox böyük təcrübəyə sahib olan insanlar olduğu üçün bu böyük təcrübələrini də tələbələrlə paylaşırlar. Tələbələr bilik almaqla yanaşı, müxtəlif situasiyalarda real кейslərlə qarşılaşırlar. Bu real keysləri hansı səriştələrlə həll edə bilərlər, onu canlı olaraq müəllimlərindən öyrənirlər. Eyni zamanda müxtəlif qonaq müəllimlər gəlir. Özəl şirkətlərdən, dövlət sektorundan, nazirlər qonağımız olub proqramımızda. Əlbəttə ki, tələbələrimiz üçün bu çox böyük fürsətdir. Həm networking üçün, həm də ki, öz biliklərini daha da gücləndirmək məqsədi ilə bunlardan çox istifadə edirlər. Proqramlarını ümumiyyətlə gəlmək üçün bir neçə səbəb vardır. Ümumiyyətlə, magistratura proqramları, xüsusilə də MBA proqramları yaxşı olardı ki, bakalavr səviyyəsini oxuduqdan sonra müəyyən qədər iş həyatında təcrübə gördükdən sonra, işlədikdən sonra, təxminən 6-7 il sonra daha yaxşı olar ki, bir 10 ildən sonra iş təcrübəsi qazandıqdan sonra yeni biliklər əldə olunması üçün, daha çox idarə etmə ilə bağlı biliklərin əldə olunması üçün daha faydalı olan proqramdır MBA proqramları. Bura müraciət edənlər əsasən bir neçə səbəbdən müraciət edə bilərlər. İlk olaraq, bəzən elə olur ki, məsəl üçün, mən öz misalımda deyə bilərəm ki, mən vaxtilə bütün təhsilimi xüsusilə tətbiqi elmlər və mühəndislik sahəsində almışdım. Lakin həyat elə gətirdi ki, tədricən karyerada irəlilədikcə mütəxəssis olmaqla yanaşı, tədricən idarə etməklə bağlı müxtəlif belə deyək, vəzifələrdə də çalışmağa başladım və orada tədricən hiss etməyə başladım ki, xüsusilə idarə etmə, maliyyə idarə etməsi, belə deyək, strateji idarə etmə, innovasiyaların idarə olunması, əməliyyatların idarə olunması ilə bağlı müəyyən yeni bilik və bacarıqlara ehtiyac var. Ona görə də mən, məsəl üçün, MBA proqramında təhsil almışdım. Bir çox hallarda MBA proqramları magistr proqramları ilə qarışdırılır. Ən böyük problem də bundan ibarətdir. MBA proqramlarının ən üstün cəhəti ondan ibarətdir ki, MBA proqramlarında dərs deyən müəllimlər sənaye təcrübəsi olan insanlardır. Onlar geniş sənaye təcrübələrini, uzun illərdə əldə etdiyi sənaye təcrübəsini dinləyicilərindən bölüşürlər. Bunun fərqi nədən ibarətdir? Universitet müəllimləri çox böyük dəyərdirlər. Sadəcə olaraq onlarda daha çox teoretik bilgilər olur. Sənayedən gələn müəllimlər isə müəllimlik ilə bərabər istehsalat proseslərini başa salırlar. Dərs dedikləri fakültələrdə, istiqamətlərdə sırf hansı problemlərlə üzləşəcəklərini, hansı reallıqlarla üzləşəcəyini real istehsalat proseslərindən dinləyicilərinə başa salırlar. Gələcəyini qurmaq istəyirsənsə, doğru ünvandasan.